Hər birini salamlayıram, qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi yeni test toplusunda belə bir test tapışına baxacağıq. Deməli, bizə deyir ki, sxemdə verilən relyef formasına aid olan düzgün əlamətləri müəyyən etməyimizi istəyir. Horizontal sxemdən də gördüyümüz kimi bizə verilən sxem çökəkliyin təsviridir. Bərkişliklər çəkilməsə də biz bunu hardan bildik? Görürük ki, kənardan mərkəzə doğru getdikcə hündürlüyü azalıb. Bu da göstərir ki, çökəkliyin təsviridir. Gəlin ilk olaraq burada biz kəsmə yüksəkliyi tapaq. Kəsməli yüksəkliyi tapmaq üçün 120-dən 40-ı çıxacağıq. Eləyəcək 80 metr. Daha sonra bunların arasında 2 dənə boşluq var. Bölürük bunu 2-yə. Kəsmə yüksəkliyimiz oldu 40 metr. Kəsmə yüksəkliyimizi artıq tapdıq. Oldu 40 metr. İndi B nöqtəsinin hündürlüyünü tapa bilərik. 40-dan sonraki horizontalsa o zaman B olacaq 80. Daha sonra bu kənar horizontal olacaq 160. Daha sonra bu daxili horizontalsa olacaq 0 metr. 40-dan aşağı düşürük 40 metr, 0 metr. Baxın, A-nın qiymətini gəlin tapaq variantlara baxmadan öncə. Baxın, A variantı gördüyümüz kimi yəqin ki 0-dan aşağıdadır. Yəni bunun hündürlüyü mənfidir. Okean səviyyəsindən aşağıda yerləşir. Baxın, A hansı aralıqda ola bilər? Baxın, A mənfi 40 ola bilməz. Çünki mənfi 40 olsa burada horizontal sxem çəkilməlidir. Çünki necə? Kəsmə yüksəkliyi əgər tam bölünürsə horizontal çəkilməlidir. Amma burada əgər horizontal çəkilməyibsə, deməli burada 0-a daha doğrusu 40-a tam bölünmür. O zaman biz buna deyə bilərik -39-dur A. -39-a qədər bir rəqəmdir. Gəlin variantlara baxaq. Birdə deyir ki, A ilə B arasındakı hündürlük fərqi 120 metrdən çox ola bilməz. Deməli A-ya biz -39 dedik, B-də 80-dir. 80 çıxılsın -39. Bu mənfilər oldu müsbət. Eləyir 119. Deməli, həqiqətən də gördük ki, 120 metrdən çox ola bilməz. Biri götürürük. Çökəkliyin dərinliyi 150 metrdən azdır. Xeyr, səhvdir. Gördüyümüz kimi elə biz burada 160-ı görürük. 2 yanlışdır. B məntəqəsinin kəsmə yüksəkliyi, mütləq yüksəkliyi və kəsmə yüksəkliyi 80 metrdir. B-nin hündürlüyü 80-dir, amma kəsmə yüksəkliyi 80 deyil, 40-dır. 3 yanlışdır. Kənar horizontalın hündürlüyü 160 metrdir. Bəli, gördüyümüz kimi tapmışdıq və biz bunu 4-ü götürürük. A məntəqəsi mütləq hündürlüyü Baltikdən eyni deyil. Xeyr, A mənfidə yerləşir. Baltikin hündürlüyü 0 metrdir. 5 yanlışdır. A nöqtəsi Xəzər dənizinin səviyyəsi ola bilər. Bəli, -27 metr dərinliyə malikdir. Altında götürürük. Doğru cavabımız oldu 1, 4, 6.